Hə. Hə, demək istəyirsən ki, yəni Nüsrət görər, pis olmasın, hə? Hə, mən eşidəndə çox pis oldum sözün açığı. Yazıq uşaq. Nə yaşı var? Hə, əlbəttə, Nüsrətdir də. Görüb səninlə məni yaraşdırıb da. Mən də qəlbini qırmadım. Dedim, qoy nə ilə xoşbəxt olacaqsa, qoy olsun. Neyniyim? Elə mən də elə. Tək ki, könlü xoş olsun. Əlbəttə, qoyun. Düzdür. Rüstəm, gəl sənlə belə bir şərt kəsək də. Ancaq Nüsrət olanda onun yanında bu sevgi oyunu oynayaq. Yaxşı? Hə, əlbəttə. Nüsrət olanda düz deyirsən. Çünki belə universitetdə mən müəlliməyəm, mənə yaraşmaz. Başa düşərsən yəqin. Başa düşürəm, düz deyirsən. Yaraşmaram da mən sənə. Yaxşı Rüstəm, dərs başlayacaq. Mən gedim, yaxşı? Sağ ol. Oldu. Bayat onu. Nüsrət qədər də olmadığı biz. Bu nə dünyada yaşayırıq? Dünya sənin, dünya mənim, dünya heç kimin. Dünya sənin, dünya mənim. İşte, bir dəqiqə. Niye Tural? Niye Tural? Sen bu mən necə elədin Tural? Mən səni... Hoş ne qısdandan sənə. Bəs niyə vəcədən demədin mən Tural? Geçmişi diye bir eve bulandırmak istemedim. Bəs deyirdin olmaq istədiyim tək yer sənin yanında. Mənə bir sənə maraqladı Tural. Bir insan belə rahat necə yalan danışa bilər? Necə yalan danışa bildin belə? Görəsən sənin vicdanına vaxtın nə hiss edirdi? Mənim sənə dediklərim hamısı düzüydü. Bəs nə idi Tural? Bəs nə idi sən mənə dediklərin? Bir insan istər necə belə tez dəyişə bilər? Hə Tural? Sen bu elədiyin vəhşiliydi Tural. Məcbur deyil ki döyəsən. Sen vəhşili elədin Tural. Vəhşiliydi sən elədiklərin. Banu sakitləş. Sakitləşmə. Tural, əgər özün inanmırdınsa məni niyə inandırdın? Tural, bir insan necə belə aldatmaq olar? Necə belə yalan demək olar? Danışırsan, görüşürsən, gülürsən, sevirsən, bağlanırsan. Və bir gün, Banu, 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 Banu. bir gün gəlir deyir ki olmadı. Çok rahatlığıyla deyir ki olmadı. Olmadı Banu. Alınmadı. Başa düşürsən alınmadı. Özümə söz keçirə bilmədim Banu. Bilmirəm neyiniyim. Mən də beləyəm. Alınmadı. Bilirsən yine. Sus. Besim. Nə uşaq? Gülşən hamilədir? Hə. Uşağınız olacaq.
Uşaq... Uşaq yox idi axı. Deməli qismətinizə var imiş. Ata. Gülşən bu evin gəlinidir. O bir də bu evdən qırağa çıxmayacaq. Eşitdin? Mənim uşağım var. Hə. Sənin uşağın var. Sən də bir kişi ol, arva uşağına bir yeli elə. Pərviz. Murad bunu heç vaxt bilməyəcək. Sən də bu söhbəti bir də eləməyəcəksən. Yaxşı, indi narahat olma. Murad. Çoxdan buradasan? İndi gəldim. Nə olub sənə? Narahat görünürsən. Yox, bir problem var oyunla bağlı. Nəsə olub? Ciddi bir şeydir. Dekanatlıqda mənasız belə bir söhbət oldu və salam. Mənasızdırsa sıxma da özünə düzələr. Olar biz sonra danışaq, sən istəyirsənsə indi gedə bilərsən. Murad. Yaxşısan. Dekanatlıqda yüngül var, nəsə problem oldu belə. Yaxşı. Sonra da danışarıq onda, ha? Hı? Həllik Murad. Deməli, xəstə deyirəm. Xəstə deyirəm bəs. Uşaqlar bilsə necə olacaq ha? Pay sənə! Heç sən. Uşaqlar bilsə elə həmkin üstürət, qapaz altı, şutqalara heç kim gülməyəcək. Yo. Uşaqlar bilməsin. Nə olar, qurban olum? Nüsrət bir dəfə gəldi həyata, nə olar? Adam balası kimi yaşayayım da, nə olar ki? Hə? Ne ziyan var? Hey bombadır, sen öl. Heç kimə deməyəcəm. Bomba, yaşa da özünsün, hə? Sən kef elə. Oynama şıqıdım. Oynama şıqıdım. Oynama şıqıdım. Ha, kuzu. Nüsrət, nə oldu? Başım pisləndi biraz, özüm pis eləmə. Yaşsan Nüsrət. Mən biraz elə bir... Bəlkə acımısan nəsə alaq? Hə, bir dənə göz dönərdən sətdən sən mənim salçın neysə. Problem yoxdur. Sən pul verim deyəm. Qoy narahat olma, Hə, onda bir dənə göz. Ne, ağzından eləmə.
İndi özün necə istəyirsən? Yəqin təzyiq də. Ne bileyim bu təzyiqdir, qızdırmadır. Gələndə birdən gəlirdi adama. Biraz ne bileyim. Bilsən, diləm bəlkə şey deyək. Çıxaq havaya, ha? Hə, çıxaq. Yo, lazım deyil qardaşım. Siz kimi mənim qardaşlarım var. Ne olacaq ki? Ölüm zaten hamısı boş şey. Siz gedin. Şey deyək, oturaq burada. Boy, başıma xeyir. Bu bura nöş gəlib, hə? Fərux əmi gətirdi. Xeyirdir mi? Nə iş var bunun burada, hə? Az. Bəs deyirdin bir də ayağım bu evə dəyməyəcək. Nə oldu? Niyə gəldin? Mən... Sən? Sən gələn gündən bu evdə bir adamın üzü gülmür, Bədbəxt elədin oğlumu da. Səni bu evə gətirdiyim günə belə yekə daş düşəydi. Buna bir bax. Günümüzü qara eləmişsən. Qara. Qulaq as. Eldar buradadır. Yox az. O qədər gələndən gözünün suyunu töktün ki, evimizi dərd yuvasına döndərdin. Sən nə dayanmısan, hə? Niyə bir söz demirsən, dillənmirsən, hə? Az bir dayan da. Dayanmışam da, güya nə edirəm? Camaat gedir, qız gətirir. Ona arxı olur, gəlin olur. Mənimki də ifritə çıxdı, ifritə. Ay ana, Gülşən hamilədir. Nə? Hamilə? Sən olsaydın, nə bu yazılar olardı, nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı, nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı. Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq, nə dəmir barmaqlıq, qollarımda qandal, yalvarırdım sən qal, getmə indi günah, açılmazdı sabah. Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş gələrdi mənə, görüş yeri boş qalardı yenə. Hədəfi unutsaydım, unutardım varlığımı, tək səni unutsaydım, heç kəsi unutmazdım. Həyatımda səndən başqa sən bir xəyal kimi gözümdən itdin, mənsə xəyalınla xəyala daldım. Sən bir insan kimi gəldin və getdin, mənsə dünya kimi yerimdə qaldım. Həyatım, o günlərə yenə qayıtdım, səni tapa bilmədim, amma ürəyimdən silmədim heç bir zaman adını. Həyatım, o günlərə yenə qayıtdım, səni tapa bilmədim, amma ürəyimdən silmədim heç bir zaman adını. Eyni lənəti hər gecə pıçılda ərəq əzbər, sən həyatımda təksən, duyğular tək məxmər, sarışın əsmər, ünvanlar dolu dəftər, həyata vurulan cəftə, buraxılan səhvlər, mən uçurdan həblər, barxıt oyundur həyat. Bir gün şah, bir gün mat, 4 sutka koma, süni nəfəs aparat, təyin attım psixopat, mənə müxtəlif preparat. Sonra sən gəldin, sonra sən getdin, heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim. Yazardıq melodramalar, yanımda qalsaydın, yazardıq melodramalar. Sən olsaydın, nə bu yazılar olardı, nə tək hər gecə gördüyüm ulduzlar olardı, nə kabuslar olardı. Həyatım olardı bumbuz, olmazdı kabus, həyatımda səndən başqa. Həyatım, o günlərə yenə qayıtdım, səni tapa bilmədim, amma ürəyimdən silmədim heç bir zaman adını. Həyatım, o günlərə yenə qayıtdım,
Amma ürəyimdən silmədim heç bir zaman adını. Uşaqlar, mənə qulaq asın. Bu kağızların hamısının içinə Nüsrətin adını yazıram. Bura gələndən sonra deyirik ki, püşk atacaq. Kimin adı çıxsa, ona aparırıq gəzməyə. Ürəyi də nə istəyir alacaq ona. Yaxşı? Hamı razıdır? Mən də razı. Banu, bilirsən də, mən bu ixtisası seçmək istəmirdim. Amma yaxşı ki, bura gəlmişəm. Hansı ixtisas oxumaq istəyirdin bəs? Belə şeylər. Mən bu heç bilmirdim. Nə yaxşı bacarsan. Əlanı var. Banu, mən sənə görə giclik elədim, axmaqlıq elədim, dəlilik elədim. Buna nə deyirsən de, istəyirsən egoistlik de, istəyirsən özünü bəyənmişlik de, nə deyirsən de. Nə eləmək beləyəm də, mən də beləyəm. Başqa bir tərəfim var. Bunu özün də etiraf edirsən. O başqa tərəfim ancaq sənin yanında açılır. Mən sənin yanında özümü çox yaxşı hiss edirəm. Yaxşı əhval ruhiyyə kimi yox ha. Yaxşı bir insan kimi. Sənin yanında başqalaşıram. Nə bilməyim. Şəkilə bax. Nə demək istədiyim orada görünür. Pərviz, mən sənin heç nə istəmirəm. Heç nə də gözləmirəm. Bilirəm. Yaxşı bilirəm. Amma sən də onu bil ki, sən məndən nə istəsən, mən hər şey eləməyə hazıram. Uşaqlar hazırdır. Oyuna başlayırıq. Nüsrət, elə yaxşı gəlmirsən. Burada bütün qrup yoldaşlarının adı yazılıb. Püşk atacaq. Kimin adı çıxsa, onu aparırıq gəzməyə. Ürəyi nə istəyir, onu alırıq. Əlini cibinə salmır ha. Yığış Süleyman da o bəxtardan deyil. Bəxtim olsa da Fika mənim atam olardı da. Yox, niyə elə deyirsən? Elə birinci gəl sən götür püşkü. 5 ay qalmışsan, sən. Ürəyin hansını istəyir seç. Ha? 5-6 tane götürə bilərəm. Yox, bir dənə də, bir dənə. Gözü yum. Götdüm. Asım indi. Allah, bəs istəyirsən bəxtim gətirmir, nə oldu? Dəli, bu Nüsrət. Dəlidir də, dəli. Geri gəzməyə. Yandı mı? Murat, eşitirsən məni? Bugün sənin günündür. Fikirləş ki, ürəyin nə istəyir? Bundan sonra dərsimiz yoxdur, elə gedib kakras istədiyin yerə gedərik. Ben vaxt verim fikirləşim. Hə, fikirləş. Hara gedək ya? Hara gedə bilərim, maraqlı olsun. Salam uşaqlar, əyləşin. Bəs Murad müəllim hanı? Murad müəllim bugün icazəlidir. Dərsi mən əvəz edəcəyəm. Zakir müəllim, hardadır, niyə gəlməyib? Yəqin vacib işi düşür. Deyəsən, məni görməyinizə sevinmirsiniz, ha? Yox ya Zakir müəllim, belə sizi dərs keçən görməmişim, ona görə belə qəribə gəldi, nəsə. Dekanlıqdan əvvəl
Mən müəlliməm. Bilirsiniz Zakir müəllim, problem sizdə deyil. Yəni misal üçün mən dəftər kitablara allergiyam var. Universitet nədir? Hər gün yuxudan oyanıb niyə bura gəlirsiniz? Bir ixtisasa yiyələnmək üçün. Nəsə öyrənmək üçün belə. Onları bura gəlmədən də eləmək olar əslində. Deyə bilərsiniz, diplom almaq üçün. Elə əsas məsələ ondadır da. Əsas məsələdir. Bəli, amma məqsəd deyil. O olmamalıdır. Diplom sadəcə bir mükafatdır. Məqsədinizə çatdığınızı göstərən bir mükafat. Müəllim, üzr istəyirəm, bəs məqsəd nədir? Bax, bu sualın cavabını mən bilmirəm. Axtarmayın. Heç bir kitabda tapa bilməzsiniz. Yalnız və yalnız özünüzdədir. O olmadan kitab, dərs allergiya verir. Məqsədinizi tapın, uşaqlar. Məqsədiniz kim olmağınızdadır? Kimliyinizdədir? Of Murad. Alo, hə İnci. Bayaqdan zəng edirəm Murada, telefonumu götürmür. Yaxşıdır, bugün dərsə də gəlməyib. Murad? Yəni Murad müəllim. Narahat olma İnci. Yaxşıdır, evdədir Murad müəllim. Müəllimə vacib sözüm var idi. Amma telefonumu götürmür. Narahat olma İnci. Mən də deyərəm, telefonuna baxar. Danışar səndən. Murad müəllim. Yaxşı bana, çox sağ ol. Oldu, sağ ol. Murad nə deyə? Bana başa düşməsi yaxşıdır. Murad. Murad. İnci zəng eləmişdi mənə. Deyir zəng eləyib nə qədər açmamışsan telefonu. Hə. Səssizdə olub eşitməmişəm. Dərsdə də görməyib səni. Narahat olub sənin üçün. Çox sağ ol dediyin üçün.
Murad. İnci də sənə Murad deyirdi. Niyə elə deyirdi? Niyə Murad çağırırdı? Mən səndən əməyim, Murad. İnci sən niyə Murad çağırırdı? Yoxsa aramızda nəsə... Axır ki Murad. Çox narahat oldum. Telefonuma cavab vermədin, ona görə Balnaya zəng eləsi oldum. Gel Dağüstü Parka. Murad, neynirsən sən? Murad! Murad, çoxdan var bu məsələ. Eşidirsən, mən çoxdan var bu məsələ. Sakitləş. Sən bilirsən də neynirsən sən, Murad. Universitetin qaydalarını bilirsən. Bax, sən özünü də risk atırsan, işvi də, Murad. Murad, mənə qulaq as, getmə heç yerə. Anu, dedim ki, sakitləş, mənim işimə qarışma. Bu məsələ çoxdan var idi aramızda. Murad! Of, Murad, of! Narahat olma, gəl. Tez qayıt! Ay, Murad. Bizim başımız çox ağrıyacaq deyəsən hələ. Ölürüm, beni kimse tutamaz. Sen böyle tutamazsın. Yıldızlar tutamaz. Bir uçurum gibiyim. Beni tutamaz. Bu akşam ölürüm. Beni kimse tutamaz. Ne olub Nusret? Allah pulsuzluğun yüzün qar eləsin. Vallahi xəcalət çəkəməyə Tomik. Ne oldu? Hər gün səninlə üz-üzə çıxıram, rastlaşıram. Vallahi borclara görə deyəməyi, stipendiya alıb qaytaracam. Belə olmaz vallahi adam özü utanır. Narahat olma Nusret. Elə bir ki borcun yoxdur, silmişəm. Var axı, fakt var, borcum var. Ay kişi. Var idi. Utanıram ya. Allah İndi yoxdur. Ya, yüksək olursun. Ay sağ ol. Şu. Vallahi nə bilim ya. Olsun. Ben bundan sonra borcum olmaz. Allah cümlənin olsun. Allah cümlənin olsun. Başka öyrən nə istəyim, nə qulluq edim sənə? Ürəyim öyle bir şey istəmirəm. Son zamanlarda ürəyim də bulanır belə. Ne oldu? Şirin şey istəyirəm, şokolad zat belə. Ha, şokolad. Yüngül var belə. Şokolad şeylər, sonra baxaram da görüm. Narahat olma. Yenə nəsə istəsəm deyərəm. Narahat olma, ne oldu? Amma şokolad Gətirəm. yaxşı olar.
Ha. Gəl, Nüsrət, xoş olsun. Xəcalət versən. Nə xəcaləti? Nə cəcəksən, taxtı şokoladlar. Ürəyim pislədi, prosta. Xoş olsun. Hə? Müşkəçör. Salam Fişət. Salam mənim. Salam. Necəsən? Nə oldu? Sağlam olduğumu dedim uşaqlara. Abi, ürəyim ağrıydı, demişəm. Onu demirəm. Vəsbə. Deyirəm, analizin cavabının səhv olduğunu dedim uşaqlara. Anlayacağım, görün nə deyir. Bir deyil, sən gelir. Fikrət müəllim, Nüsrət xəstə deyil ki? Yox, sadəcə səhv olur. Görmürsən, maşallah, şives buğasına oxşuyur. Mənə bir su gətir. Su gətir şeylə. Baş üstə müəllim, gətirirəm. Belə. Hə. Başqa gör. Hə, Fişət müəllim. Deyirəm. Ha, suyu deyə gətirir. Dərs ad yoxdur, Fişət müəllim. Niyə yoxdur ki? Belə bekar qalmışsın. Yox, gəldim ki, görüm sən necəsən. Hə? Çox gözəl, tam yerində gəldi zaten. Özün necəsin? Tam belə uyğun. Bütün belə arzularımın ən pik nöqtəsində siz şeylərdiniz. Narahat olma, fikir eləmə. Yox da bundan sonra nə fikir eləyim? Allah üzünü qar eləsin, Allah üzünü qar eləsin. Fişət müəllim. Niyə keyfin yoxdur? Sushi xoşlamırsansa başqa yerə gedə bilərik. Yox. Çox xoşlayıram, Çox xoşlayıram onu. Demək olar ki, suşidir, piraşkidir, qarın qutabıdır, mərcidir. Mənim hər gün yediyim yeməklərdir. Mənim gündəlik yeməklərimdir bunlar. Bəs sən nə xoşlayırsan? Mən ən çox Kaliforniya maki sevirəm. Hə? Mən də ona xoşlayıram. Bir də drakon. Bilirəm nə qədər ortaq nöqtələrimiz var. Sən xoşladığından mən də xoşlayıram. Mən xoşladığımdan sən də xoşlayırsan. Bilirəm bəlkə tez-tez görüşək, hə? Ola bilər əslində. Az. Mahədi. Nə? Demək istəyirəm, xanım. Mənə hədiyərsən. Uşaq başı aldadırsınız, hə? Nə olub, hava xanım? Kimdir orada? Bu nə oyunda açırsınız başımıza? Xeyr ola. Belə nə mən, nə də oğlum sizin qızınızı bir çıtma da vurmamışıq. Başa düşmədim. Yaxşısı budur. Öz qızınızı yetimçəsi ilə bir yerdə gəlin aparın evinizə. Ayarıma nə danışırsan sən? Niyə mənim əsəblərimlə oynayırsan? Heç kəsin əsəbləri ilə oynamır. O uşaq Elşadın uşağı deyil. Sizin evə qaydandan sonra qız hamilə qalıb. Mən başqasının uşağına baxan zat deyiləm. Pərviz, sənə bir söz deməliyəm. Buyur. Bilmirəm necə deyim, razılaşacaqsan ya yox. Amma deməliyəm. Qəbul eləyərsən yoxsa yox. Mənim sevgilim ola bilərsən.
həyatını yaşayırsan, sevdiyin işinə məşğul olursan, deyirsən, gülürsən, gəzirsən, düşünürsən ki, içində heç bir əskiliyin yoxdur və günlərin bir günü qarşıma biri çıxır, onda başa düşürsən ki, yox, içində doğrudan da bir əskiliyin var imiş. Sonra da o əksilik bir ömür yox olur. Yox olur. Bütün həyatını, gələcəyi, işini, sevincini, kədərini, hətta bədbəxtliyini belə o insana görə qurursan. Sonra da günlərin bir günü görürsən ki, həmin insan səni anladı. Onda bilirsən neyinirsən. Bütün həyatını qurduğun, ona inandığın, bütün sevincini, kədərini, bədbəxtliyini belə paylaşdığın həmin insan yox olur gözündə. Bütün arzuların bulanlıqlaşır. Qalırsan ortada çarəsiz. Necə ki, şəhərdə uşaq öz anasını itirəndə çarəsiz qalır ha. Qalırsan ortalıqda tək vətənə. Nə olub sənə Murad? Niyə belə danışırsan? Baxırsan ki, heç bir gələcəyin, planın, heç nə qalmayıb. Çünki hər şeyi onunla xəyal eləmirsən. O isə yoxdur. Mən buradayam Murad. Bilirəm. Qayıdırsan həmin əskiliyə. Baxıb görürsən ki, həmin əskiliyinə böyüyüb. Boşalıb. İstəyirsən qışqırasan. Qışqırasan ki, bəlkə kimsə səni eşidib gəlib səni bu boşluqdan götürüb apara. Amma baxıb görürsən ki, öz səsin özünə əks səda verir. Dayanıb fikirləşirsən ki, axı kimə lazım idi ya? Yaşayırdın da özün üçün. Rahat, firavan. Hisslərini düsturla ispat edirsən, müəllim. Müəllim, hə? Bütün günahlar məndədir. Nə günah? Murad, nə danışırsan? Mən səni qınamıram, İnci. Sən uşaq idin. Uşaq həvəsi ilə də mənə bağlandın. Əslində bunun psixologiyada termini var. Amma bura dərs deyil ki, mən sənə bunu izah edeyim. İnci, Ülvü ilə qaldığım bir evdə mən sənə bir söz demədim. Mən onunla qalmamışam. Pərviz bizim ikimizin arasında olan münasibəti bildi, yenə mənə demədin. Səni itirməkdən qorxurdum. Turalın mərcdə uduzduğu qız Banu olduğunu bildin, sən yenə mənə demədin. Mən istəmədim ki. Hətta Gülşən də dedin, amma yalan dedin. Murad, məcbur idim. Qısası İnci, sən elə uşaqsan. Mən uşaq deyiləm. Elədiyin müdafiə də uşaq müdafiəsidir. Amma sən bir şeyi bil. Həqiqəti gizlətməyin özü belə yalana bərabərdir. Murad. Nahaq. Nahaq yerə Murad. Bitti İnci. Hər şey bitti.
Müzik